VRT Wikimedianın könüllərdən ibarət qrupudur və onların əsas vəzifəsi ictimaiyyətdən gələn sorğuları, lisenziya müraciətlərini və müəllif hüquqları ilə bağlı sorğuları cavablandırmaqdır. VRT-nin əsas məqsədlərindən biri Wikambarda öz işini, məsələn, çəkdiyi şəkili yükləmək istəyən müəllif hüququ sahiblərinə rəsmi icazə məktubu göndərmək imkanı verməsidir. VRT-nin iş prosesi əsasən elektron poçt yazışmaları vasitəsilə aparılır. Hər bir müraciət və sorğu unikal nömrə ilə qeyd olunur. Bu da yazışmaların asanlıqla izlənməsini və lazım gəldikdə tapılmasını təmin edir. İcazə vermə prosesi, yəni istifadəçinin faylını Wikambarda yayımlamaq üçün müəllif və ya hüquq sahibindən rəsmi təsdiq alması bu sistem vasitəsilə həyata keçirilir. VRT-nin fəaliyyəti həmçinin icazə alınması prosesində şəffaflıq təmin edir. Bütün yazışmalar sistemdə qeyd olunur və yalnız etibarlı könüllülər tərəfindən görülə bilir. İcazə tələb olunan hallarda, məsələn, foto şəkillərin və ya video materialların müəllif hüquqları sahibindən yazılı təsdiq alınır. Bu təsdiq müvafiq elektron poçt ünvanına göndərilir və VRT tərəfindən yoxlanılır. Təsdiq alındıqdan sonra fayl Wikambarda uyğun lisenziya altında yayımlanır və istifadəçilər üçün əlçatan olur. VRT-nin icazə buraxma prosesi bir neçə mərhələdən ibarətdir. İlk olaraq müəllif fayl haqqında əsas məlumatları təqdim edir, sonra VRT könülləri bu məlumatları yoxlayır, müəllif hüquqlarını və mənbələri qiymətləndirir. Əgər faylın yayımlanması üçün əlavə təsdiq və ya izahat tələb olunarsa, istifadəçi ilə əlaqə qurulur və uyğun sənədlər toplanılır. Nəticədə yalnız hüquqi baxımdan tam uyğun fayllar Commonsda yayımlanır. Bu proses həm layihənin qanuni mövqeyini qoruyur, həm də istifadəçilərə etibarlı və açıq məzmun təmin edir. VRT icazə generatoru. İcazə vermə prosesini asanlaşdırmaq üçün hazır elektron poçt şablonu hazırlayan alət interaktiv icazə generatoru mövcuddur. Alətdən istifadə etmək üçün bu səhifəyə daxil olub verilən sualları cavablandırmaq lazımdır. Sualları cavablandırdıqdan sonra alət sizə hazır mətn verəcək və geriyə sadəcə bu mətni müvafiq elektron poçt ünvanına göndərməyə qalacaq.